Yuval Noah Harari deyir ki, heç bir meymunu öləndən sonra gedəcəyi meymun cənnətində ona veriləcəyi sonsuz sayda banan ilə aldadaraq əlindəki bananı sizə verməyinə razı sala bilməzsiniz. Amma insanı razı sala bilərsiniz. Çünki biz kainatın ən böyük hekayə uyduran canlılarıyıq. Bugün biz o böyük hekayənin içindəyik. Bugün bəşəriyyətin bütün kodlarını yenidən yazan, tarixin gedişatını alt-üst edən o məşhur əsəri Hararinin 2011-ci ildə çap olunmuş, dünyanın 65 dilinə tərcümə olunmuş və bugünə qədər təxminən 50 milyon nüsxədə satılmış Sapiens, İnsanlığın Qısa Tarixi adlı kitabın analizini edirik. Təsəvvür edin, 70 min il əvvəl yer kürəsi əslində ulduz müharibələri filmi kimi idi. Planetdə tək bir insan növü yox idi. Avropada buz kimi havaya öyrəşmiş, bizdən daha əzələli və güclü neandertallar, Asiyada müəmmalı denisovanlar, İndoneziya adalarında isə hobbit kimi tanınan balaca boylu Homo floresiensis yaşayırdı. Bizim ulu babalarımız olan Sapiens isə Şərqi Afrikada sıradan bir canlı idi. Ekosistemdəki yerimiz aslanlar deyil, daha çox kərtənkələlər və ya gəmiricilər səviyyəsində idi. Bəs nə baş verdi? Necə oldu ki, bu sıradan meymun növü digər bütün əmi uşaqlarını yer üzündən sildi və bugün atom bombası yaradacaq qədər irəli getdi? Biologiyada bir qanun var. Heyvanlar yalnız tanıdıqları, qoxusunu aldıqları və ya birlikdə bit təmizlədikləri fərdlərlə qrup qura bilirlər. Bir şimpanze qrupu ən çox 20-50 nəfərdən ibarət olur. Əgər say artarsa, sosial nizam pozulur, dava düşür və qrup parçalanır. İnsanlar üçün də bu rəqəm təxminən 150-dir. Yəni biz real tanışlıq əsasında maksimum 150 nəfərlə nizamlı işləyə bilərik. Amma Sapiens bu limiti uydurma hekayələr sayəsində qırdı. Biz heç vaxt görmədiyimiz, tanımadığımız milyonlarla insanla eyni məqsəd üçün birləşə bilirik. Niyə? Çünki hamımız eyni mifə inanırıq. Harari bu kitabında bizi sarsıdan bir sual verir. Dövlət hardadır? Onu mənə göstərə bilərsinizmi? Xeyr, dağlar realdır, çaylar realdır, Ağrı realdır. Amma Azərbaycan, Almanya və ya Google şirkəti fiziki dünyada mövcud deyil. Onlar yalnız bizim beyinlərimizdəki kollektiv razılaşmadır. Gəlin pulu götürək. Pul bəşəriyyətin indiyə qədər uydurduğu ən uğurlu nağıldır. Bir kağız parçasını götürürük və hamımız inanırıq ki, bu kağız bizə 5 kilo ət verə bilər. Əgər $1 bir meymuna versəniz, onu sadəcə cıracaq və ya çeynəyəcək. Çünki meymun reallıqda yaşayır, insan isə uydurmada. Bu qabiliyyət bizə piramidalar tikməyə, aya uçmağa imkan verdi, amma eyni zamanda bizi inanılmaz dərəcədə qəddar etdi. Sapiens digər insan növlərini niyə məhv etdi? Çünki onlar bizdən deyil, onlar bizim tanrımıza inanmır, onlar bizim qəbilənin mifini qəbul etmir deyə bildik. Digər canlılar sadəcə yemək üçün öldürür, Sapiens isə ideologiya üçün öldürür. Bugün həyatınızda daha çox dəyər verdiyiniz şeyləri düşünün. Karyeranız, milliyyətiniz, bank hesabınızdakı rəqəmlər. Bunların hansı bioloji reallıqdır? Hansı isə Sapiensin 70 min il əvvəl kəşf etdiyi uydurma reallıq? Əgər bugün bütün insanlar insan hüquqları adlı mifə inanmağı dayandırsalar, sabah səhər dünya necə bir yer olar? Harari kitabın ikinci hissəsində çox maraqlı bir mövzuya toxunur. O, insanın buğdanın necə quluna çevrildiyini izah edir. Təsəvvür edin, siz 15-20 min il əvvəl yaşamış bir ovçu yığıcısınız. Gününüzün cəmi 4 saatını qida tapmağa sərf edirsiniz. Qalan vaxtınızda isə hekayələr danışır, uşaqlarınızla oynayır və ya sadəcə dincəlirsiniz. Menyunuz zəngindir. Bugün dovşan əti, sabah gilə meyvə, o biri gün müxtəlif köklər. Xərçəng, şəkərli diabet və ya oturaq həyatın gətirdiyi bel ağrılarından xəbəriniz belə yoxdur. Sizin bədəniniz milyonlarla il ərzində qaçmaq, dırmaşmaq və müxtəlif işlər görmək üçün təkamül edib və birdən səhnəyə buğda çıxır. Harari biologiya baxımından dahi bir sual verir. Kim kimi əhilləşdirdi? İnsanmı buğdanı, yoxsa buğda mı insanı? 10 min il əvvəl buğda sadəcə yaxın şərqdə bitən sıradan bir ot idi. Amma bugün o, dünyada ən çox yayılmış bitkilərdən biridir. Buğda Sapiensi elə manipulyasiya etdi ki, biz onun nazı ilə oynamağa başladıq. Biz buğda üçün belimizi büküb daşları təmizlədik. Nəticədə bel disk yırtıqları qazandıq.
Biz ona su daşıdıq, onu zərərli otlardan qoruduq. Biz onun xatirinə meşələri qırdıq, tarlaların yanında palçıqdan daxmalar tikib orada həbs olunduq. Bəs qarşılığında nə aldıq? Daha çox kalori, amma daha bədbəxt bir həyat. Əkinçilik sayəsində əhalinin sayı artdı, bəli, amma fərd olaraq hər bir sapiens əvvəlki ovçu babalarından daha çox işləməyə, daha pis qidalanmağa və daimi qıtlıq qorxusu ilə yaşamağa başladı. Buradakı daha pis qidalanma, yəni tək tərəfli qidalanmadır. Daha çox buğda yönümlü. Harari burada müasir insana çox yaxın bir psixoloji məqama toxunur. Lüks tələsi. Sapiens daha rahat və təhlükəsiz yaşayacağını düşünərək buğdaya bel bağladı. Artıq qida, artıq məhsul yaranan kimi əhalinin sayı partladı. Çox uşaq doğuldu, amma qida azaldı. İndi artıq geri dönmək mümkün değildi. Çünki 100 nəfərlik qəbilə artıq 1000 nəfərlik kəndə çevrilmişdi və meşədəki meyvələr hamını doyura bilməzdi. Bugün eyni tələyə biz də düşürük. Vaxtımıza qənaət etsin deyə aldığımız hər bir texnoloji yenilik, məsələn, e-poçt və ya smartfonlar əslində bizi daha çox işləməyə məcbur edir. Biz rahatlıq axtararkən daha böyük bir yükün altına giririk. Əkinçilik inqilabı təkcə insanı deyil, digər canlıları da məhv etdi. İnsanlar heyvanları əhilləşdirdikcə onları dar qəfəslərə saldılar, genetikalarını dəyişdirdilər və tarixin ən böyük ağrı-acı sistemini qurdular. Bundan başqa artıq məhsul, yəni yığılıb saxlanılan taxıl yeni bir bəlanı doğurdu. Elitalar və istismar. Əgər sənin anbarın varsa, onu qoruyan əskərin, onu idarə edən kralın və bu nizamın müqəddəs olduğunu deyən kahinin olmalıdır. Beləliklə, ovçu-yığıcı dövrünün bərabərliyi bitdi. Yerini kölələr, kəndlilər və onların çörəyini yeyən krallar aldı. Harari deyir ki, əgər tarixin gedişatına bir sapiens fərdinin gözü ilə deyil, DNT-nin kütləvi artımı gözü ilə baxsaq, əkinçilik inqilabı möhtəşəm uğurdu. Çünki sapiensin sayı milyonlarla artdı, amma fərd olaraq biz daha çox əzab çəkməyə başladıq. Sizcə bugün biz hələ də bu buğda tələsinin içindəyikmi? Məsələn, 9-dan 6-ya qədər işlədiyimiz o ofislər əslində buğda tarlalarının modern versiyası deyilmi? Daha yaxşı yaşamaq ümidi ilə qurduğumuz sistemlər bizi daha da əsir etmirmi? Kitabın 3-cü hissəsində Harari müqəddəs yalanlar barədə danışır. Təsəvvür edin ki, siz orta əsrlərdə yaşayan bir müsəlman tacirisiniz və Çinli bir buddistlə ticarət etmək istəyirsiniz. Sizin tanrılarınız fərqlidir, dilləriniz fərqlidir, hətta yemək mədəniyyətiniz bir-birinə ziddir. Normalda bir-birinizin boğazını üzməli olduğunuz halda aranızda qəribə bir möcüzə baş verir. Hər ikiniz ortadakı qızıl sikkəyə baxıb gülümsüyürsünüz. Harari deyir ki, pul tarixin ən effektiv və səmimi dinidir. Niyə? Çünki xristianlıq və ya İslam müəyyən bir qrupa müraciət edir. Amma pul hər kəsə vəhy olunub. Siz bir ateist olaraq dindar birinin tanrısına inanmaya bilərsiniz, amma onun verdiyi 100 dollarlıq əskinasın dəyərinə sonsuza qədər inanırsınız. Pul yad adamlar arasında qurulan ən böyük qarşılıqlı inam sistemidir. Amma bu sistemin bir bədəli var. Pul hər şeyi, sevgini, şərəfi, ana südünü əmtəyə çevirir və insan münasibətlərini rəqəmlərə qurban verir. Bugün imperiya sözü qulağa çox mənfi gəlir. Zülm, işğal və qan. Amma Harari bizə çox soyuq bir həqiqəti xatırladır. Son 2500 il ərzində bəşəriyyətin böyük əksəriyyəti imperiyalarda yaşayıb. İmperiyalar minlərlə kiçik mədəniyyəti, dili və dini bir qazanda əridib. Bugün danışdığımız dillər İngilis, Rus, Ərəb, İspan əslində keçmiş imperiyaların qılınc gücü ilə yaydığı mirasdır. İmperiyalar biz və onlar ayrımını yox etməyə çalışaraq universal bir insanlıq anlayışı yaratdılar. Əlbəttə, bu prosesdə milyonlarla insan məhv edildi, yerli mədəniyyətlər silindi. Lakin paradoks bundadır ki, bugün müstəqillik və insan hüquqları uğrunda mübarizə aparanlar da elə həmin imperiyaların miras qoyduğu hüquqi və fəlsəfi sistemlərdən istifadə edirlər. Biz hamımız imperiyaların uşaqlarıyıq. Harari dini insan qaydalarına fövqəltəbii status verən sistem kimi təyin edir. Dinlər sayəsində sapiensin uydurduğu sosial qaydalar, məsələn, oğurluq etmə və ya bu yeməyi yemə, sadəcə bir kralın əmri deyil, tanrının iradəsi olur. Bu, nizamsız kütlələri idarə etmək üçün mükəmməl bir vasitədir. Maraqlı bir detaldır ki, Harari təkcə teist, yəni tanrı mərkəzli inancları deyil, həm də modern dinləri, liberalizm, kommunizm, kapitalizmi analiz edir. Məsələn, liberalizm deyir ki, hər bir insanın toxunulmaz hüquqları var. Harari isə soruşur,
Hardadır o hüquqlar? İnsanı yarıb baxsaq içində hüquq adlı bir orqan taparıqmı? Xeyr, bu sadəcə bizim hamımızın birlikdə inanmağı seçdiyimiz müasir bir mifdir. Və bu mif olmasa, müasir cəmiyyət bir gündə süqut edərdi. Bizim biologiyamız hələ 150 nəfərlik qruplar üçün nəzərdə tutulub. Beynimiz bu qədər böyük bir qlobal şəbəkəni dərk etmək gücündə deyil. Amma biz pulun gücü, imperiyanın qanunu və dinin qorxusu və ya ümidi ilə milyardlarla insanla eyni uydurma reallıqda yaşayırıq. Əgər pulun, dövlətin və dinin sadəcə bir uydurma olduğunu hamı eyni anda dərk etsəydi, bu bizi azad edərdi, yoxsa xaosa sürükləyərdi. Sapiens uydurduğu bu hekayələr olmadan yaşaya bilərdimi? Kitabın 4-cü hissəsində Harari cəhalətin kəşfi, Sapiensin Allahlıq iddiası barədə danışır. Tarixin ən böyük tapıntısı təkər, barıt və ya buxar maşını deyil. Harariyə görə elmi inqilabın təməlində cəhalətin qəbulu dayanır. Əvvəlki bütün mədəniyyətlər, istər İslam xilafəti olsun, istər Xristian Avropası, istərsə də qədim Çin, hər kəs biz hər şeyi bilirik deyirdi. Əgər vacib bir şey varsa, o artıq müqəddəs kitablarda və ya ulu babaların rəvayətlərində yazılmışdı. Lakin 500 il əvvəl Sapiens qəribə bir şey etdi. Mən bilmirəm dedi. Bu bilməməyi qəbul etmək elmin doğuşu idi. Bugün bizə təbii gələn bu yanaşma əslində tarixin ən radikal inqilabıdır. İnsan artıq göylərdən cavab gözləməyi dayandırıb, xəritədəki boş yerləri doldurmağı üçün yola çıxdı. Harari kitabda çox maraqlı bir sual verir. Niyə elm Çində və ya Hindistanda deyil, məhz Avropada partladı? Cavab laboratoriyalarda deyil, banklarda və gəmilərdə gizlənmişdi. Avropalılar kəşf etmək üçün sərmayə qoydular. Elm onlara texnologiya verdi. Texnologiya imperiyaları gücləndirdi. İmperiyalar isə qənimətləri gətirib elmi maliyyələşdirdi. Bu prosesdə kapitalizm adlı yeni bir din doğuldu. Bu dinin əsas vəhyi budur. Gələcək keçmişdən daha zəngin olacaq. Əgər buna inansaz, kredit verərsiniz. Kredit isə bugün olmayan pulu gələcəkdən borc alıb xərcləməkdir. Sapiensin bütün müasir iqtisadiyyatı bu uydurma gələcək üzərində qurulub. Hararinin sözləri ilə desək, kapitalizm sadəcə bir iqtisadiyyat deyil, o tarixin ən uğurlu dinidir. Çünki onun cənnəti bu dünyadadır və hər kəs ora girmək istəyir. Kitabın bəlkə də ən sarsıdıcı hissəsi Sapiensin xoşbəxtlik analizidir. Harari soruşur, bizim imkanlarımız orta əsr kəndlisindən 1000 qat çoxdur, bəs biz ondan 1000 qat daha xoşbəxtlikmi? Elm deyir ki, xoşbəxtlik sadəcə beyindəki neyrotransmitterlərin, serotoninin, dopaminin səviyyəsidir. Tarix boyu biz xarici dünyanı dəyişdik, kondisionerlər, sürətli qatarlar, bol qida, amma daxili dünyamızdakı biokimya eyni qaldı. Sapiens hələ də eyni dərəcədə qorxur, eyni dərəcədə qısqanır və eyni dərəcədə narahatdır. Harari vurğulayır ki, xoşbəxtlik obyektiv şəraitdən deyil, subyektiv gözləntilərdən asılıdır. Əgər siz bir iPhone istəyirsinizsə və onu alırsınızsa, bir neçə gün xoşbəxt olursunuz. Amma sonra bu artıq sizin üçün normaya çevrilir və daha yenisini istəyirsiniz. Sapiens sonsuz bir istək çarxında ilişib qalır. Kitabın sonunda Harari qorxulu bir proqnoz verir. Sapiens artıq təbii seçmənin qanunlarını qırır. Biz artıq genetik mühəndislik, süni intellekt və kiborg texnologiyaları ilə öz bədənimizi və zehnimizi dəyişdiririk. 4 milyard illik bioloji təkamül artıq yerini ağıllı dizayna, amma Tanrının deyil, insanın dizaynına verir. Biz ölümsüzlük axtarırıq, xəstəlikləri yox edirik və bəlkə də tezliklə özümüzü bioloji məhdudiyyətlərdən tamamilə azad edəcəyik. Amma burada böyük bir problem var. Biz nə istədiyimizi bilmirik. Harari kitabın son sətirlərində bizi bu sualla baş-başa qoyur. Nə istədiyini bilməyən, narazı və məsuliyyətsiz tanrılardan daha təhlükəli nə ola bilər? Hararinin analizindən belə çıxır ki, bizim bütün tariximiz, qurduğumuz dövlətlər, inandığımız tanrılar, yığdığımız pullar hamısı böyük bir kollektiv mifdir. Bu miflər bizə dünyanı idarə etmək gücü verdi, amma bizi bir növ bioloji maşına çevirdi. Bugün biz süni intellektin qarşısında dayandığımız bu nöqtədə bəlkə də Sapiens olaraq son günlərimizi yaşayırıq. Sapiensin hekayəsi bitmək üzrədir, amma yerinə gələcək olan Homo Deusun bizim insani dəyərlərimizi, mərhəmət, sevgi, ədaləti daşıyıb daşımayacağı tamamilə qaranlıqdır. Hararinin bu səyahəti bizi rahatlatmaq üçün deyil, oyatmaq üçündür. Tarix bizə hara gedəcəyimizi demir, sadəcə hardan gəldiyimizi və əlimizdəki seçimlərin nə qədər uydurma olduğunu göstərir. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.